Növbəti sual, yəni bu sual çox soruşulur. Yəni yuxu haqqında ümumiyyətlə şəriətimizdə nə gəlib və yuxu yozumu və s. bu barədə qısa məlumat. Bilirsiniz, yuxu var. Bəli, yuxu aləmi var. Yuxu birinci bizim üçün qeybdir. Amma ola bilər düz olsun, ola bilər səhv olsun. Hətta yuxu yozan kitablar var. Düzdür, onlara etibar etmək düzgün deyil. Çünki ola bilər insan, 10 nəfər insan bir şey görsün, cürbəcür hadisələr olsun, ayrı-ayrı. Yəni, yuxuya bel bağlama olmaz, qeybi məsələdir. Yəni, heç bir qaydalara əsaslanmayan bir aləmdir də o. Bəzi adamlar hətta dinlərin yuxularla şeylər deyir, yuxuda biri gördü belə, deməli bizim əqidəmiz belə olmalıdır. Əqidələr yuxuyla bağlıdır. Var belə firqələr, yuxuları ehtimad edirlər. Düzgün deyil, lakin biz bilirik ki, düzgün yuxular da var. Düzgün yuxular da ola bilər. Peyğəmbərlərdən Yusuf Peyğəmbər ən məşhurdur Peyğəmbərlərin içində, hansı ki, yuxuları yozurdu. O möcüzələrindən biri idi onun, Yusuf Aleyhisselamın. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem xoşlayırdı yuxu yozmağı. Həmişə sübh namazından sonra çevriləndə soruşurdu kim yuxu görüb. Və bəzi yuxudan olan hadisələri tətbiq eləyirdi. Amma bunu Peyğəmbər eləyib. Məsələn, azan, Omar bin Xattab, bir-iki dənə sahabi orada dedi ki, biz yuxuda gördük bunu. Müəzzin, azan verən dedi, Allahu Ekber, Allahu Ekber. Və Peyğəmbər sallallahu aleyhi ve sellem təsdiqlədi bunu. Düzdür, bu Peyğəmbər təsdiqlədi. Amma indi deyək ki, kimsə yuxu gördü, bunu müqayisə eləyək. Mən məsələn şeyxam, biri gəldi, yuxu gördü, dedi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem'i gördüm, dedi ki, mən birinci qəbrimi ziyarəti qadağan eləmişdim, indi mənə ziyarət eləyin, hətta 7 dəfə tavaf eləyin. Mən də deyəcəm, sən yuxuda bunu görmüsən, eləyək, təzə şəriət. Olmaz elə, olmaz. O Peyğəmbər idi. Peyğəmbərlərə nəzarət altında idi, Rəbbinin. Bir şey olanda Cəbrail gəlib deyirdi. Ona görə yuxu aləmi bizim üçün qeybdir. Bizim üçün qeybdir, yuxuya bağlanmaq düzgün deyil. Aydındır. Sadəcə ümumən, yanaşaq, ümumən. Yaxşı yuxu gördün, əlhamdülillah. Pis yuxu görsən nəsə, Allaha dua elə ki, ya Rəbb, xeyirli et, şəri uzaq et və salam, ən salamatı. Bəli. Barakallahu. Allah bilirdir.